Salam, hər vaxtınız xeyir olsun. Bugün Abituriyent jurnalının 2026-cı il nəşrindən 11-ci siniflər üçün olan nümunə suallara baxacağıq. Azərbaycan dili fənni üzrə. İlk sualımızın şərti belədir. Euler-Venn diaqramında Euler-Venn diaqramına əsasda uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq, bax burada sözün altından xətt çəkmişik. Ona görə ki, bu bizim diqqətimizdə olmalıdır və təbii ki, şərt bizim üçün vacibdir. Şərti düzgün başa düşməliyik ki, tapşırıqları da düzgün yerinə yetirək. Ona görə həmişə belə olan hallarda, bax məsələn bu kursivlə verilmiş bir hissədir və bunun altını xəttləməliyik ki, tapşırıqları işləyərkən buna diqqət yetirək. Birinci sözümüz təmizlikdir, ikinci sözümüz tənbəllikdir və burada biz hər iki sözün tələffüz formasını yazmışıq. Çünki fonetik təhlillə əsaslanır bu. Təmizlik sözünün bu tələffüz forması bu formadadır. Yəni deməli burada l samiti d-ya, k samiti isə x samitinə keçir tələffüz zamanı. Tənbəllik sözündə də n samiti m ilə əvəz olunur. Sondakı k samiti isə x ilə əvəz olunur. Yəni bu hər iki sözdə iki deməli fərqli məqam var. Getdik bu sözlərin tələffüz, bu sözlərin izahına keçək. Deyir, d samitinin çarqaşılığı ilə başlayıb, y samitinin çarqaşılığını bitir. Bu fikir olaraq doğrudur. Amma bu ortaya yazılmalı. Çünki biz görürük ki, hər iki sözdə d-nın çarqaşı olan t samiti ilə başlayır və y samitinin çarqaşı olan x səsi ilə bitir. Ona görə bu ortaq cəhət olduğuna görə bunu yalnız təmizlik sözünün altına yazılmalı doğru sayılmır. Ona görə bir yanlışdır. Yəni ortaya yazılmalıdır deyə yanlışdır. Səs uzanması yoxdur. Deməli bu da ortaq cəhətdir, amma yalnız təmizlik sözünün altına yazıldığı üçün səhvdir. Yəni 1-2 olan variantı götürəcəyik. Sonra həm açıq, həm də qapalı sahət işlənibdir. Baxırıq ki, bax, ortaq cəhət kimi ə açıqdır, i qapalıdır. Burada da ə açıqdır, i qapalıdır. Bu doğrudur, ortaq fikir kimi. Yazışı ilə tələffüzü arasında iki fərqli məqam var. Bəli, əvvəldə də dedik ki, bunların həm yazışı, həm tələffüzü arasında iki fərqli məqam var. Doğru fikirdir. Qarşılığı olan cingiltili samitlər də işlənib. Bu da yenə ortaq cəhət olmalı idi, amma yalnız bu tənbəllik sözünün altına yazılıb deyə səhvdir. Eyni cinsli samit qoşalığı var. Bəli, 2 dənə qoşalığı var, amma digərində o yoxdur. Ona görə bu doğru fikirdir. Burada yanlış olanlar oldu. 1, 2 və 5. Keçdik növbəti ikinci sualımızın izahına. Deyir, altından xətt çəkilmiş ifadəni məzmunu saxlamaqla hansı frazeoloji birləşməklə əvəz etmək olar? Sürücü bir qədər yatıb dincələndən sonra sükan arxasına keçib yoluna davam etdi. Bu altından xətt çəkilmiş sözümüz bir qədər yatıb dincələndən sözüdür. Yatıb dincəlmək sözünü biz nə ilə əvəz edə bilərik? Məsələn, gözünün odunu almaqla əvəz edə bilmərik. Çünki bu qorxmaq mənasını ifadə edir. Ona görə bu olmaz. Sonra yuxuya qalandan sonra bu da olmaz. Yəni yatıb dincəlməklə yuxuya qalmaq arasında fərq var. Nəfəsini dərmək bu o dincəlməkdən söhbət getmir. Biz yatmayıb da məsələn nəfəsimizi dərə bilərik. Gözün açısını almaq bu uyğun fikirdir. Bəli. Yuxu aparandan sonra bu da olmaz. Yəni gözün açısını almaq qısa bir müddət yatmaqdır. Yəni bir var uzun gecə yoxsa yatasan, bir də var ki, məsələn 1 saatlıq və yaxud da yarım saatlıq yatırsan, müəyyən qədər dincəlirsən, ondan sonra da yoluna davam edirsən. Doğru cavab olacaq Y variantı. Sonra nümunələrin birində zərf işlənməmişdir deyir. Dünən dövran sürən bugün can verir, illər xəstəsiyəm, yaram qan verir. Baxın bu cümlədə dünən sözü işlənib zərf kimi. Burada işlənibdir. Dünyanın sən olan yerindən indi tozlana maşınlar keçir. Burada da indi zərf işlənibdir. Çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır cümləsində düz sözü isimdir, sonra bizə əvəzlikdir, sonra göz isimdir, yoldadır. Burada ümumiyyətlə zərf işlənməyibdir. Doğru cavab olacaq C variantı. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, səni ey əsmər bənizli. Bax yenə də zərfdir, gizli-gizli zərfdir. Burada da işlənibdir. Bir taleyin oyununda cütləşmiş zərif minir qoşa atılsaq da qoşa düşmərik. Qoşa atılmaq, qoşa düşmək bunlar da zərfdir. Doğru cavab oldu
C variantı. Keçdik dördüncü sualımızın izahına. Dördüncü sualımızın izahında bizdən nə istəyir? Deyir ki, baxın, iki cümlə veribdir. Birinin qarşısına üçbucaq işarəsi qoyulub, birinin qarşısına dairə işarəsi qoyulub və yenə də burada uyğun fikirlər bizdən istəyir deyə biz burada, yəni bunun altını xətləyirik ki, biz bilək ki, söhbət nədən gedir və bizdən nə tələb olunur. Deməli, qarşısına üçbucaq işarəsi qoyulmuş cümlədən doğru fikirlər seçəcəyik. Qarşısına dairə işarəsi qoyulmuş cümlədən isə yanlış fikirlər seçəcəyik. Yəni bu çox vacib bir şərtdir. Ona görə də deməli biz bunu belə işləməliyik də. Qeyri-müəyyəni bildirən halda olan söz mənsubiyyət şəkilçilidir. Bir dənə baxaq. Dost evinin, bax qeyri-müəyyən yəlik halda olan sözümüz dost sözüdür. Çünki qeyri-müəyyənlik bildirən söz halda bu dost sözüdür. Soğanı düşmən evinin, düşmən yenə burada qeyri-müəyyənlik bildirən sözdür. Amma deyir mənsubiyyət şəkilçisidir. Yoxdur burada mənsubiyyət şəkilçisi, heç birində yoxdur. Ona görə bu yanlışdır. Sonra hal şəkilçisi qəbul etmiş sözlər həm də mənsubiyyət şəkilçisi qəbul edibdir. Misal üçün baxın, evinin sözündə hal şəkilçisi də var, həm də mənsubiyyət də var. Bax bir budur. Sonra düşmən evinin plovundan yenə burada da var. Bu doğru fikirdir. Yəni hal şəkilçisi qəbul etmiş hər iki sözümüzdə mənsubiyyət şəkilçisi də vardır. 2 olacaq doğru cavabımızın biri. Burada qeyd edək. Tərkibində adlıq halda olan isim yoxdur deyir. Bir dənə baxaq. Dost evinin soğanı. Məsələn, bax, soğanı sözü adlıq halda olan isimdir. Deməli, bu yanlış fikirdir. Bunu götürə bilmərik. Yanlış olanlar 1 ilə 3. Bunları çıxaq buradan. Bax, 1, 3 olan variantları çıxaq. Yerdə qalır D və Y variantları. 2 ilə təbii ki, başlamalıdır. İndi ikinci cümlədən yanlış olanları biz seçməliyik fikir olaraq. Deyir ki, tərkibində, qarşısında dairə işarəsi qoyulmuş, tərkibində ismin 3 halında olan söz var. Dost tövləsi düşmənin evindən yaxşıdır cümləsində. Dost qeyri-müəyyən yəlik haldadır. Tövləsi adlıq haldadır. Evindən çıxışlıq haldadır. Deməli, bu doğru fikirdir. Biz amma bilirik ki, yanlışın altına doğru yazanda biz bunu götürə bilmərik. Yanlışın altı mütləq yanlış olmalıdır. Ona görə də 4 doğru fikir olduğu üçün biz bunu götürmürük. Ona görə bu variantda getdi. Doğru cavab təbii Y variantı qalır. Yalnız çıxışlıq halda olan isimdə bitişdirici samitdən istifadə edilmişdir. Dost evindən burada var bitişdirici samit. Sonra düşmənin dost tövləsi. Bax, tövlə sözündə də bitişdirici samit var. Ona görə bu yanlış fikirdir. Adlıq halda olan isim cümlədəki yəlik hallı ismin antonimidir. Adlıq halda olan isim tövlə sözüdür. Yəlik hallı isim, misal üçün, dost sözü yəlik hallı isimdir də. Onun antonimi sayılmır axı. Dostla düşmən antonim ola bilər, amma dostla düşmən antonim ola bilər, düzdür. Bu da doğru fikirdir. Keçirik 5-ci sualımızın izahına. Deyir, tünd qara hərflərlə verilmiş hansı sözlər işləndiyi cümlədə 2 müxtəlif nitq hissəsi kimi təhlil edilə bilər? Baxaq. Birinci, dəftərçidən başqa qonaqların adı da silinmişdir cümləsində. Başqa sözü, indi əslində qalanda başqa sözü 2 nitq hissəsi ola bilər. Bir, ola bilər qoşma kimi, bir sifət kimi. Misal üçün, qoşma kimi olanda təbii ki, çıxışlıq hallı sözdən sonra işlənməlidir. Bir də var sifət məqamı. Görə burada başqa sözünü biz qoşma kimi işlədə bilərikmi? Misal, dəftərçidən başqa qonaqların adı da silinmişdir. Deyə bilmirik də. Burada biz bu başqa sözlə ancaq sifət kimi düşünə bilərik. Biz bunu qoşma kimi düşünə bilmərik. Ona görə bir yanlışdır. Biri götürmürük. İkinci, hamıdan əvvəl Gülzar sözə başladı cümləsində əvvəl sözü təbii ki, həm zərfi ola bilər, həm də qoşma ola bilər. Baxaq görə burada zərf kimi işlənibmi, yoxsa qoşma kimi işlənibdir. Hamıdan əvvəl Gülzar sözə başladı cümləsində əvvəl sözünü müstəqil söz kimi düşünə bilmərəm. Bu ancaq sırf qoşma kimi işlənir. Ona görə ikini də götürə bilmərik. Axşama kimi gözlədiyini demədi cümləsində. Bax, kimi sözü həm əvəzli kimi ola bilər, həm də qoşma kimi ola bilər. Necə? Misal üçün, o axşama kimi, yəni axşama qədər gözlədiyini demədi. Zaman məzmununu ifadə edən qoşma kimi. Bir də axşama kimi gözlədiyini demədi. Bu da sual əvəzliyi kimi işlənə bilər. Biri 3'ü götürəcəyik. Sonra 4-cü, səndən özgə yox pənahın
Özgə sözünü biz burada yalnız qoşma kimi düşünə bilərik. Biz bunu sifət kimi düşünə bilmərik. Səndən başqa, səndən özgə belə işlədə bilərik. Yəni bunu ancaq qoşma kimi ola bilər. İkinci, yəni bir nitq hissəsi kimi düşünə bilmərik. 4 də səhvdir. 1, 2, 4. Bunlar çıxdı. Misal bax 4, 4, 4, 2. Yalnız qaldı 3 ilə 5. Məruzə edənlərdən sonra məlumat verəcəyim cümləsində məruzə edənlərdən sonra məlumat verəcəyim. Yəni nə zaman? Bunu həm zaman zərfi kimi düşünə bilər, həm də misal məruzə edənlərdən sonra mən məlumat verəcəm. Bunu nə qoşma kimi düşünə bilərik. 3 ilə 5. Yəni doğru cavab oldu A variantı. İndi deyək ki, cədvələ uyğun fikirləri müəyyən edin. Yenə baxın, burada uyğun sözünün altın xətt deyək ki, bizdən nə istədiyini tam dəqiq bilək də. Əlavəli üzv mübtədadır. Əlavəli söz cümlə üzvü deyil. Baxaq indi bura 6-cıya. Deyir ki, ora azad olunmuş yerlərə gedəndə azadı həmişə qəribə hisslər bürüyürdü cümləsində. Baxın, ora gedəndə, bax əslində burada əlavə mübtəda deyil, əlavəli üzv mübtəda deyil. Niyə? Çünki ora gedəndə bu söz birləşməsi var, ora gedəndə. Əlavə bu söz birləşməsinin aslı tərəfinə aiddir. Yəni birinci tərəfinə aiddir. Ora gedəndə, azad olunmuş yerlərə gedəndə. Görürsüz? Deməli burada əlavə yalnız söz birləşməsinin aslı tərəfinə aiddir. Mübtədaya aid deyil. Ona görə biri götürə bilmərik. Bir səhvdir. Bir olan variantları çıxaq. Sonra bura həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Bəli, bura diqqəti cəlb etmişdi. Diqqətini cəlb etmişdi. Həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Onların diqqətini, bu hamısı birdir. Hə. Deməli bu cümlədə mübtəda, yəni bura mübtədası əlavəli işlənibdir. Bura həyətin qaranlıq tərəfi. 2-ni götürəcəyik doğru cavab olaraq. Və bura bir dənə qeyd edək. 2. Sonra Sabir. Gənc şair şeir oxuyanda dinləyicilər maraqla qulaq asırlar. Bax, burada yenə də qulaq asırlar cümlənin xəbəridir. Kim? Dinləyicilər. Nə zaman? Sabir şeir oxuyanda, gənc şair şeir oxuyanda. Burada da yenə də söz birləşməsinin aslı tərəfinə aid olan əlavə var. Ona görə burada əlavəli üzv mübtədadır. Fikri səhvdir. Burada əlavə söz birləşməsinin aslı tərəfinə aiddir. Ona görə 3-ü də götürməyəcəyik. Sonra qalır yeganə D və Y variantları. İndi deyir ki, əlavəli söz cümlə üzvü deyil. Bakı, gəncliyimin şəhəri, səni unutmaq olarmı? Əlavəli söz burada xitabdır. Bakı, gəncliyimin şəhəri. Bax, görürsünüz, bu altına xətt çəkdim, o demək deyildir, mübtədadır. Yəni, göstərmək üçün bunu qeyd elədim ki, Bakı, gəncliyimin şəhəri, bu təbii ki, xitabdır. Deməli, əlavəli cümlə üzvü deyil, fikri burada doğrudur. 2 ilə 4. Doğru cavab olacaq D variantı. Həmişə həmin güşə məktəbin ən gözə gəlimli yeri Azad Hümbətovun fotoları ilə bəzədilib cümləsində. Həmin güşə mübtədadır. Deməli burada əlavəli söz cümlə üzvüdür. İndi sakitcə aşağı çaya tərəf gedirdi. Aşağıya gedirdi, çaya tərəf gedirdi. Burada əlavəli cümlə üzvümüz zərflikdir. Doğru cavab olacaq D variantı. Keçdik 7-ci sualımızın izahına. Deyir ki, 2 qrammatik əsası vardır. Tərəflərindən biri digərlərindən asılıdır. Tərəflərindən biri qeyri-müəyyən şəxsli cümlədir. Baxaq. Onlar məlumatları sabah göndərəcəklər. Sonra mən təhlil edəcəyəm. Bu cümlənin 2 qrammatik əsası var. Deyir ki, yalnız bir də bunu da altına xətt çəkək. Deyir ki, yalnız ikisinə aid olan nümunədir. 2 qrammatik əsası vardır. Fikirlərdən yalnız ikisinə aid olan nümunə. Hə. Bunun 2 qrammatik əsası var. Çünki onlar göndərəcəklər. Onlar bir mübtəda, göndərəcəklər bir xəbər. Sonra mən təhlil edəcəyim. Mən bir mübtədadır, təhlil edəcəyim bir xəbərdir. Deməli 2 qrammatik əsası var fikri. Bir fikir buna aiddir. Sonra tərəflərinin biri digərlərinin asılıdır. Bu aid deyil, çünki bu tabesiz mürəkkəb cümlədir. Bu yalnız fikir olaraq tabeli mürəkkəb cümləyə aid olmalıdır. Tərəflərinin biri qeyri-müəyyən şəxsli cümlədir. Bu da aid olmayacaq. Çünki tərəflərin hər ikisi də müəyyən şəxsi cümlədir. Deməli, bu cümləyə yalnız bir fikir aid oldu. 2 fikir yox. Ona görə A-nı götürmürük.
xəstə olmasına baxmayaraq komandasını tək qoymamışdı cümləsində. 2 qrammatik əsası var, getməz. Çünki bu cümlə sadə cümlədir. Tərəflərin biri digərini asılıdır. Bu da getməz. Çünki mürəkkəb cümlə deyil. Ona görə ikisi də getməyəcəksə, avtomatik olaraq bunu da çıxdaş eləməliyəm. Elə qapıya çatmışdım ki, məni səslədilər cümləsində 2 qrammatik əsas var. Çünki tabeli mürəkkəb cümlədir. Tərəflərin biri digərindən asılıdır. Bəli, ikisi buna aiddir. Hələ ki, tərəflərin biri qeyri-müəyyən şəxsi cümlədir. Elə qapıya çatmışdım ki, onlar məni səslədilər cümləsində tərəflərin biri qeyri-müəyyən şəxsi cümlədir. Biri digərindən asılıdır. 2 qrammatik əsası vardır. Tərəflərin biri qeyri-müəyyən şəxsi cümlədir. Burada niyə götürə bilmərik? Çünki 3 fikir də buna aiddir. Ona görə götürə bilmərik. 3 fikrin 3-ü də bu cümləyə aiddir. Amma bizə yalnız ikisinə aid olan deyir. Başım ağrıdı. Heç kəsə demədim cümləsində. Ağrıdı nə başım? Demədim ki mən. Bu təbii ki 2 qrammatik əsas olan cümlədir. Sonra deyir ki, tərəflərinin biri digərindən asılıdır. Bir fikir hələ ki aiddir buna. Tərəflərinin biri digərindən asılıdır. Səhvdir, aiddir. Çünki bu tabesiz mürəkkəb cümlədir. Tərəflərinin biri qeyri-müəyyən şəxs cümlədir. Səhvdir. İkisi də müəyyən şəxs cümlə. Bu da getməyəcək. Sonra avtobus kəndə çatdı, onları mehribanlıqla qarşıladılar cümləsində. Avtobus kəndə çatdı və onlar bu tabesiz mürəkkəb cümlədir. Ona görə 2 qrammatik əsası var. Tərəflərinin biri digərindən asılıdır fikri getməyəcək buna. Tərəflərinin biri qeyri-müəyyən şəxsi cümlədir, gedəcək. Bax bu. Onları mehribanlıqla qarşıladılar cümləsi qeyri-müəyyən şəxsi cümlədir. Ona görə doğru cavab olacaq Y variantı. Yəni 2 fikir yalnız buna gedəcək. Keçdik 8-ci sualımızın izahına. Məqsəd zərfliyinin işləndiyi nümunənin müəyyən. Bu nisbətən rahat sualdır. Məqsəd zərfi birinci maq plus 3-ün olur adətən. Yəni bunu rahat tapmanın yolu budur. 8-ci sualımızın. Bax, Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Baxın, dediyimiz kimi baxın. Ziya çalışırdı, xəbər. Nə məqsədə çalışırdı? Adamların buna çox getdi. Adamların həyatını təmin etmək üçün bir dəqiqə. Adamların həyatını təmin etmək üçün çalışırdı. Baxın, maq plus üçün. Təmin etməkdən ötürü, təmin etmək üçün. Doğru cavab olacaq A variantı. O deyirəm, baxın, vaxtı itirməyək. Bayaqda onsuz bütün sualların izahını ətraflı vermişik. Gəldik 8-ci sualımızın izahına. Burada deyir ki, sxemə, bu sxemə uyğun, yəni sintaktik təhlil sxemi hansıdır? Baxaq. Xəlil çiynini maşına söykədi, başını bulayıb güldü. Bax, söykədi bir xəbərdir, güldü ikinci xəbərdir. Kim? Xəlil mübtədadır. Nəyə söykədi? Maşına tamamlıqdır. Tamamlıqdır. Sonra nəyə söykədi? Maşına, nəyi? Çiynini. Bu da bir tamamlıqdır. İkinci tamamlıq. Necə söykədi? Necə söykədi? Başını bulayıb. Bu da zərflikdir. Yəni doğru cavabımız olacaq burada mübtəda, tamamlıq, xəbər, zərflik, başını bulayıb və güldü də xəbər. Doğru cavabımız o E variantı. Sonra 10-cu sualımızda deyir ki, yalnız qrammatik normanın pozulduğu nümunənin müəyyən. Qrammatik norma bilirik ki, fonetik qrammatik norma deyəndə biz nəyə nəzər tutaq ki, söz sırasının pozulması olsun. Deyək ki, müəyyən miqdar sayından sonra gələn isimlərin deyək ki, cəmdə işlənməsidir. Ondan sonra uzlaşma əlaqəsi ilə bağlı. Deyək ki, mübtədamız cansız varlıqla ifadə olunubsa, xəbərimiz və cəmdədirsə, xəbərimiz təkdə olmalıdır. Və yaxud da isimlərə, feillərə şəkil keçirilən ardıcıl qoşulmasıdır. Bunlar qrammatik normanın pozulmasına aid olan nümunələr ola bilər. Deyir, yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Baxaq. Oxucular bu kitabın yeni nüsxəsini axtarırlar. Olmalıydı. Bax, axtarırlar.
Bu yenə belə elədi. Aha. Bu cümlədə hansı normalar pozulubdur, dostlar? Hansı normalar pozulubdur? Bir də buna baxaq. Bu cümlədə bax bir axtarır xəbərində, bax bu xəbərdə lar şəkilçi olmalıdır. Qrammatik norma pozulubdur təbii ki burada. İkinci hansı norma pozulubdur? Nüsxəsi sözü səhv yazılıbdır. Bu nüsxə olmalıdır. Burada deməli fonetik normada pozulub. Burada iki norma pozulub. Ona görə A variantı olmaz. B variantda siz bizim üçün çox qiymətlisiniz cümləsində. Bax burada göz görəsi qiymətlisiniz yox, qiymətlisiniz olmalıydı. Ona görə burada qrammatik norma yox, fonetik norma pozulubdur. Ona görə B variantı da olmaz. Şagirdlərdən üçü yaxınlıqdakı yox, yaxınlıqdakı şirkətə getmişlər. Bu cümlədə həm qrammatik norma pozulubdur, həm də fonetik norma pozulubdur. Niyə? Bax, şagirdlərdən üçü söz birləşməsində əsas tərəf olan üçü sözü təkdədir, amma xəbərimiz cəmdədir. Deməli, burada uzlaşma əlaqəsi pozulubdur, həm də qrammatik norma pozulubdur. Eyni zamanda yaxınlıqdakı sözü düzgün yazılmır. Yaxınlıqdakı olmalıdır. Ona görə C variantı da getdi. Keçdi D variantına. Onun sayəsində bir çox problem həll olunub cümləsində qrammatik norma burada pozulubdur. Çünki bir sıra bir çox saylarından sonra gələn isimlər mütləq cəmdə işlənməlidir. Biz burada görürük problem sözü təkdə işlənibdir. Başqa bir norma pozuntusu da yoxdur deyə doğru cavabımız D variantı. Mavi lenti müdür qalibin yaxasına qoydu yox, qalibin yaxasına taxtı olmalı. Burada da yalnız leksik norma pozulubdur.